Değerli Oğlaq Bürcü, aprel 2026 səni nələr gözləyir? Mən Karma Astroloq. Abunə olmağı, bol yorum buraxmağı və like etməyi unutma. Baxaq, görək. Birinci kariyera həyatında hansı enerjilər aktivdir? İş həyatında səni nələr gözləyir? İş həyatında səni nələr gözləyir? Başlayaq. Deməli, Oğlaq Bürcü insanları kimsə həddindən çox güvənməyin, risk etməyin, belə deyək, olar deməyin. Çünki bəzi şeylər istədiyiniz kimi olmaya da bilər iş həyatında. Və görürsünüz, burada kartdakı insan özünü döyür. Nəysə qəlbi qırılıb, nəysə peşmanlığı var, bəlkə kiməsə çox güvəndiyi üçün, bəlkə də özünü həddindən çox ağıllı və uzaq görən hesab eləyib gərəksiz bir risk etdiyi üçün, amma yəni sonradan peşman olacağınız bir yola girə bilərsiniz. Bu nədir bilmirəm, hətta hiss edirəm ki, Oğlaq Bürcü insanlar sanki çox dərin düşünür, necə edim? İndiyə qədər olan çətinliklərdən bir ayın içində, xüsusilə də aprel ayında çıxım, necə edim vəziyyətdən çıxım, necə edim hər şey bir anın içində mükəmməl olsun, dəyişsin. Bu necə edimlər sizə risk etdirə bilər, necə edimlər sizə gərəksiz xərclərə səbəb ola bilər. Bax, sonra görürsünüz, burada peşman olan, öz-özünü döyən insan burada sanki bir çox şeyi uduzmuş kimi, itirmiş kimi görünür bizə. Hətta onun başının üstündə belə danışan, başının üstünü kəstirən, onu qorxudan, ona təsir edən biriləri var. Müəyyən problemləriniz ortaya çıxa bilər, sənəd, sünət, dövlət işləri və s. bilmirəm hansı tipdə, amma hiss edirəm ki, nəysə çox sıxıntıdasınız. Bax, burada da sıxıntıdasınız və işin içindən sanki çıxa bilməyəcəm deyib ümidsizliyə qapılmısınız. Və salam, düşmüşəm bu quyuya. Bəli, əslində çıxış var. Görürsünüz, uzaqdan işıq gəlir. Amma deyirsiniz, mən elə bir işə özümü salmışam ki, içindən çıxa bilməyəcəm kimi bir ümidsizliyə qapılmısınız. Və bunlar da sizin kimi eyni qədəri paylaşan insanlardır. Nəysə, bir şeytanın toruna düşmək kimi bir enerji var burada. Baxın, üçüncü kart isə bizə nə mesaj verir? Deyir ki, sənin bu çətin vəziyyətində sənə kömək olacaqlar. Bu çətin vəziyyətindən səni çıxaran biri ya da nəsə baş verəcək. Yəni, düşdüyünüz vəziyyətin içində qalmayacaqsınız. Bu vəziyyət 3-5 gün, 1 həftə aralığında çəkə bilərsiniz də aprel ayında, amma yoluna düşəcək. Sadəcə eyni şeydən dərs çıxarıb ikinci dəfə etməməniz gərəklidir. Bəs burada nə var? Biz görürük ki, Oğlaq Bürcü insanları siz apreldə digər aylara nisbətən daha çox işləyəcəksiniz, daha çox çalışacaqsınız. Hətta eyni anda 2 iş görmək, başqa işlərə meyllənmək, əlinizdə bir iş ola-ola başqa bir işin arxasıca düşmək, ya da bəlkə ixtisasınız başqadır, sənətiniz başqadır, amma başqa bir şeyin peşindən gedəcəksiniz. Yəni, nəsə istəyirsiniz ki, yenə yaradasınız. Bax, yerinizdə durmursunuz. Bir də Oğlaq Bürcü insanlar çox səfərlər, çox görüşlər, mitinqlər, yəni ora getmək, bura getmək, o dövlət qapısı ola bilər, bu dövlət qapısı bilmirəm tam olaraq, bəlkə də şəhər-şəhər, ölkə-ölkə, rayon-rayon gəzəcəksiniz, amma çox elə bil ki, yerlərə gedirsiniz də, yəni hiss edirəm ki, çox səyahət, çox səfər, çox bir yerlərə getmək, baş vurmaq, bax, belə şeylər gündəm olacaq sizdə. Oğlaq Bürcü insan aprel ağır enerjili bir ay deyil sizin üçün, sadəcə çox ehtiyatla, səbirlə davranmaq lazımdır. Belə deyək də, risklər etməmək üçün, yəni bilin ki, risklər etməməlisiniz və səbirlə davrandığınız təqdirdə ay sizə çox böyük bir fayda verə bilər, xeyir verə bilər. Hətta, yəni ki, digər aylarda nəyi itirmisinizsə, bu ay bərpa eləmək şansınız, imkanınız və enerjiniz var. Biz bunu hiss edirik, bəli. Yəni, fürsəti dəyərləndirmənizə baxır da. Ay əslində sizin üçün fürsət də oldu. Sadəcə siz daha aktiv olmalısınız, daha uzaq görən, ağıllı olmalısınız ki, dəyərləndirəsiniz. İndi keçək sizin şəxsi həyata. Baxaq görək, biz şəxsi həyatda nələr hiss edirik Oğlaq Bürcü üçün? Nələr hiss edirik? Oğlaq Bürcü, şəxsi həyat, yalan,
Sizə yalan danışa bilərlər oğlaqlar. Düşüncəlidir oğlaq. Amma qazanır. Yəni, əziz oğlaq böcü insanı şəxsi həyatda hansısa bir insanın təsirinə məruz qala bilərsən. İnsan səni istədiyini sənə göstərə bilər. Səni sevdiyini sənə nümayiş etdirə bilər. Bu, ailəndən kənar bir insan ola bilər, yaxud elə birlikdə olduğun insan, münasibətin olan, nişanlın olan, evli olduğun insan və s. formatında da ola bilər. Amma səndə bir dərin düşüncə var, səndə bir dalğınlıq var ki, mən nəsə doğru olmayan bir şeyin içindəyəm, sanki mən aldadılıram, hansısa bir yalan var deyirsən, nəsə səndə çox güclü bir intuisiya var, deyirsən ki, hansısa bir yalan var, hansısa bir yalan enerjisi var burada. Oğlağı biz vəziyyətdən çıxmaq haqqında çox düşünən görə, amma nəticədə necə olacaq? Oğlaq böcü vəziyyətdən çıxacaq, toparlayacaq. Bir də vəziyyətdən çıxmaq nədir? Hətta qalib gələcək, ona ziyan vermək istəyən, belə deyək də, onun həyatına müdaxilə eləmək istəyən insanlar, yalanlar, hər nədirsə, oğlağı biz sözünü deyən, avtoritar, yəni ki, özünü isbat edən biri kimi görürük. Oğlağın sözündən kənara çıxmaq olmaz. Və bir də mən oğlaq böcüyü ilə bağlı bu kartlardan belə bir enerji aldım. Sanki oğlaq böcü özü də müəyyən məqamlarda, aprel ayında nəyisə itirməmək üçün ailə üzvlərinə, yaxınlarına, sevdiklərinə ya da çox önəmli onun üçün rol oynayan birilərinə bir yalan danışmaq məcburiyyətində qala bilər. Hansısa situasiya çətindir onun üçün, həll edə bilmir və bir şeyləri fərqli göstərə bilər, yalan danışmaq məcburiyyətində qala bilər, nəyisə olmadığı kimi göstərmək ya da demək məcburiyyətində qala bilər. Amma buna səbəb, yəni sizin illa yalan danışmaq istəyirsiniz deyil. Sadəcə hansısa probleminizdən dolayı sanki belə bir vəziyyət olacaq sizdə. Amma dediyim kimi öhdəsindən gələcəksiniz. Yəni o vəziyyəti həll edəcəksiniz. Hər şey sizin üçün aydınlaşacaq və danışacağınız hər hansı bir yalan və yaxud da edəcəyiniz hər hansı bir səhvin də sizin üçün təhlükəsi olmayacaq. Qorxmayın, hər şey yaxşı olacaq. İndi gəlin baxaq, sağlıq həyatınızda hansı enerjiləri aktiv hiss edirik? Sağlıqla bağlı mütləq siz sağlığınızın üstünə düşməlisiniz. Özünüzü işə çox vermisiniz. Sanki daha pasiv, daha oturaq, daha belə yatan, belə yatağan, yuxu basır oğlaqları. Bax, mən belə hiss edirəm, oğlaqlar çox işkolikdir, çox hərəkətli bir bürcdür. Amma sanki martın axırlarında onlar artıq yorğundur, işləmək istəmir, çox yatmaq istəyir, yemək istəyir, nə bilim, yəni bir sözlə olması gərəkənin ziddinə gedir. Amma belə olmayın, sağlamlığınızın mütləq üstünə düşməlisiniz. Nəysə sizin sağlamlıqla bağlı bir probleminiz var, siz bunu hiss edirsiniz, amma üstünə düşmürsünüz. Yəni deyirsiniz, boş vermiş kimi davranırsınız da, deyirsiniz, nə olar? Yox. Qətiyyən siz mütləq Nisan, yəni aprel sağlamlığın üstünə düşməlisiniz. Həm də aprel şəfa baxımından, yəni sağlıq məsələləri ilə məşğul olmaq baxımından olumlu aydır. Yəni yaxşı enerjili bir aydır. Belə. Yaxşı enerjili bir aydır. Bir də ki, çalışın sağlıq məsələlərində aldanmayasınız. Burada gözü tülkü toyuğu yaxalayıb. Yəni, nə demək istəyir? Kimsə sizin sağlıq məsələlərinizlə bağlı narahatçılığınızı fürsətə çevirə bilər. Diqqətli olaq. Və baxaq, bir də nəfəs almaq problemi filan yaşaya bilər oğlaqlar. Nəfəs alma problemi, sıxılma, ürək sıxılması, belə sinədən sıxılma, boğulma, buna diqqətli olun, yəni etinasız olmayın. Gəlin baxaq görək, oğlaq böcəyi insanı kameramızda toxunduq tərpəndi. Nəyi etməməlisiniz Nisanda? Nəyi etməlisiniz? Oğlaq böcəyi insanı təkliflərə açıq olun. Şanslara açıq olun. Çünki apreldə sizə elə bir fürsət, ya sizə, ya sizin ailənizə, bunu sizə də
qatqısı var bu arada. Sizə güc qazandıracaq, sizə hansısa bir hədəfə çatdıracaq ya da həyat istiqamətinizi ciddi mənada dəyişəcək çox gözəl bir təkliflər, bir şeylər sizə tərəf gəlir. Bax, alın, qəbul edin. Etiraz edərsəniz bu qədərdən gəlir, sonra olmaya bilər sizin üçün. Və Oğlaq bürcü insanı hiss edirəm ki, kiminsə üçün yol çıxa bilərsiniz, kimisə harasa apara, götürə, yardımcı ola, kiminsə belə deyək də çox yaxın birilərinin, ailə üzvlərinin hansısa bir problemini yüklənə bilərsiniz, həll edə bilərsiniz. Çalışın, amma hər kəsi öz qədərinə buraxmağı bacarın. Elə sizi yoran başqalarının problemidir və nəyi etməməlisiniz? Oğlaq bürcü insanları biraz sizi sərt, biraz belə hiss edirəm ki, belə sərt bir enerjiniz olacaq Nisanda. Kimə səbriniz çatmırsa, artıq kimə belə yığılmısınızsa, sözünüzü demək istəyirsinizsə, çəkib gedə bilərsiniz, sözünüzü deyə bilərsiniz, saymaya bilərsiniz, eşitməmiş kimi, heç eşitmirəm səni, heç sən mənə yəni maraqlı biri deyilsən, yaxud da yəni belə deyim də, oğlaqları necə görürük burada? Ortadan yoxa çıxan. Hə, ortadan yoxa çıxan, yəni meydan oxuyan kiməsə, hətta özündən böyük kiməsə, ya ailə üzvləridir, ya bəlkə çox daha ciddi biriləridir, müdürüdür, bilmirəm artıq kimsə, meydan oxuyan, yoxa çıxan, gedən, yəni öz əlim, öz ayağım, öz başım deyirsiniz, isyan eləyirsiniz, mən hər şey qadirəm deyib çəkib gedə bilərsiniz meydandan, bunu eləməyin. Yəni qətiyyən belə bir şey etməməniz məsləhətdir. Baxaq, bəs görə ümumi mesaj nədir? Evrensel bir mesaj varmı sizin üçün? İlahidən, enerjidən mesaj. Meditasiya. Oğlaq bürcü insanı, sənin içəri dünyan, iç dünyan çox qarışıqdır. Çox qarışıq. Yorğunsan, orada qarışıqlıq var, orada dağınıqlıq var. Kimə, harda, necə davranmalı olduğunu və ya nə hiss elədiyini tam olaraq bilmirsən. Buna görə də sənə məsləhətdir. Biraz özünlə qal. Dərhal cavab verməyə tələsmə və iç dünyanı, iç səsini dinlə. Hiss et, özünlə qal, özünü bil. Yəni özünü bil, özünü tanı. Sən nə hiss edirsən, sən nə istəyirsən? Əvvəl istədiyindən əmin ol. Nəyi, niyə, kimi, niyə? Və yaxud da harda və niyə olmaq istədiyini bil, ondan sonra addımlar at ki, çox qəşəng, doğru bir yol çizə bilərsən özün üçün. Sənə uğurlar, dəyərli oğlaq, gələn görüşlərə dək.